Salam, hər vaxtınız xeyir dostlar. Bugün sizə bir video çəkmişəm. İnşallah onu istəyirəm göstərim. Ömərlə evdə oturmuşduq. Bekarçılıq idi. Dedik, neyniyək? Çıxaq gedək, biraz balıq tutaq. Biz də tərpəndik, üzü qum adasına tərəf. Hava da əlverişli havadır. Buludlu havadır. Çox da gün yox idi. Biz gedib ora çatandan sonra biraz gün qalxdı. Biraz çətin də olsa yenə başladıq balıq tutmağa. Ancaq çox zəifçilik idi. Çox zəif balıq gəlirdi. Düzdür, yanımızda 2 nəfər qaqaş var idi. Onlar bizə baxanda biraz yaxşı tutmuşdular. Biz də indi pis yaxşı az tuturduq Ömərlə. Elə birinci balığımız, çiftəmiz gəldi, kifal. Çox yekə olmayan balıqlardır. Yavaş-yavaş gəlir, şiralları tuturuq. Ancaq hava yaman isindi birdən. Cənub küləyi demişdilər. Cənub küləyi idi. Hava biraz isti oldu. Səhər ancaq biz çıxanda qəşəng hava idi. Buludlu hava idi. Orada biraz hava isti oldu. Biz də yavaş-yavaş başladıq balıqlarımızı tutmağa. Ancaq qurdun suyunu gərək tez-tez dəyişəsən ki, orada qurd qalır, pis günə düşür. Elə suyu tez-tez dəyişəsən ki, siveji qalsın orada qurdlar. Evet ki, mən tuturam. Kifaldır, bobladır. Bunlardan bir tuturdum. Ömər isə hələ siftə eləməmişdi. Havalar da biraz istinti deyə, biraz çətin idi. Ancaq yavaş-yavaş şükür Allaha balıqlardan tuturdum. Vovla da çox idi, kifal da çox idi. Ancaq böyük hələ ki balıq yox idi. Bizim telefonda göstərmişdi ki, şimal küləyi olacaq. Əslində biz şimal küləyi adından gəlmişdik ora. Ancaq cənub küləyi oldu. Məsələn, su təmiz yanmışdı. Biraz balıq tutandan sonra gördük ki, yavaş-yavaş deyə görürsən deyə kimi dalğalar da cənub tərəfdən vurur. Üzü mən indi şimala tərəf yanmışam. Şimala tərəf hələ heç bir dalğa zad yox. Ancaq üzü axşama tərəf, günortadan sonra əməlli başlı şimal küləyi başladı. Ot, yosun, zad hamısı yığıldı, gəldi. Bizim spiliklərə dolaşdı. Belə də pis deyil də, yavaş-yavaş Ömərlə balıqlardan tuturuq. Hələ ki mən tuturam, Ömər hələ siftə eləməyib. Sonra Ömərin qarmağını dəyişdim. O qışda getdiyimiz qarmaqlar idi, biraz iri qarmaqlar idi. Onları da dəyişdim. Ömər üçün balaca qarmaqlar taxdım, 2 dənə. Ondan sonra Ömər də başladı balıq tutmağa. Hələ ki mən şükür Allaha yavaş-yavaş tuturam. Pis deyil. Yanımızdakı qaqaşlar da yaxşı balıq tuturlar. Allah bərəkət versin. Onlar da yaxşı balıq tutdular. Biz biraz gez getmişdik. Oba maşallah kifal bir şey. Yok kifaldı. Kifaldı öyle. Şamaykadır. Ha Şamayka. Neresi? Var yok var qəşəng kifal. Maşallah. Allah. Ömer güləşəcək. Yazıq Ömer bir dənə balıq tutdu, o da saldı tutuyor. Vurur. Get o yüzden düşəcək dənizə. Var? Ha var Ömer, səndə də var. Maşallah gəlir. Bir balıq yığ, yavaş-yavaş yığ. Ha. Yox çıxmıyıb da sən. Ha? Ay o çıxmıyıb deyə uzundadır. Allah qəşəng. Amma setləri gətir. Yan saxla Ömər. Belə də ki, şükür Allaha 8 dənə balıq tutduq. Ancaq hava biraz axşama güclü küləkli oldu. Fikirləşmişdik ki, Ömərlə hava normal hava olsaydı bunları orada qəşəng tavada qızardıb yeyəcəkdik. İndi nəsə çöldə onu pişirməyə bizə qismət olmadı. İndi apardıq evə. Ancaq günümüzü xoş keçirdik. Orada bəzi videoda yerlər var ki, orada çörək yemişik, yemək zad gətirmişdik. Onları da çəkməmişəm. İndi günümüzü belə keçirdik. Hava qaralır, gün də batır. Hələlik bu qədər dostlar. Videomuzu tamamlayırıq. İnşallah gələcəkdə nə videomuz olacaq, onları da sizinlə paylaşacağıq. Sağ olun, sağlıqla qalın.